Tibb müəssisələrində uzun növbələr problem olaraq qalır. Hər gün təkrarlanan bu problemin həlli məsələsi daim gündəmdədir. Xüsusən də icbari tibbi sığortadan yararlanan vətəndaşlar saatlarla, bəzən günlərlə, hətta həftələrlə növbə gözləyir. Elektron qeydiyyat, onlayn növbə sisteminin tətbiqi müsbət yenilik olsa da klinikaların qarşısındakı canlı növbə problemi hələ də qalır. Qaynar xəttimizə müraciət edən vətəndaş yeni klinikada uzun növbələrdən şikayətlənib. Yəni hər gün həkim qəbuluna düşmək üçün növbə gözləyirik, hələ də alınmır deyənlər də var. Hətta bildirirlər ki, soyuq havalarda insanlar çöldə gözləməli olur. Belə olan halda əziyyətləri 1-ə 1000 artır. Bu kifayət qədər ciddi məsələ necə nizamlana bilər? Əməkdaşlarımız bu barədə araşdırma aparıb, problemlə mübarizədə beynəlxalq təcrübəni də öyrənməyə çalışıblar. Baxaq. Görüntülər yeni klinikanın qarşısında çəkilib. ATV xəbərin qaynar xəttinə müraciət edən vətəndaş deyir ki, tibb ocağında bu mənzərə ənənəyə çevrilib. Vətəndaşlar saatlarla növbə gözləyir. Bir həftədir biz həkimin qəbuluna düşə bilmirik. Bugün saat neçədən gəlmişsiniz? Bugün saat 6-da mən buradaydım. Saat 6-da mən 5-dən yuxudan qalxıram, qaça-qaça gəlirik. Həkimin növbəsinə düşmək qeyri-mümkündür. Urologun yanına gəlmişdim, qan analizat verdim, uzuya getdim, yer yoxdur. Bir boşağı çoxdur yer. Sabah gəldim yer. Bu mənzərə əsasən canlı növbələr zamanı olur. Canlı oçurda dururlar da. Canlı oçurda əlbəttə adamlar çoxdur. Olayla ən rahat bir şeydir. Növbə olmur olayında. Az gözləyirsən. Onlayla da gəlmişəm, sırazlı keçmişəm. Yəni gözləməmişəm növbə. İçəridə çox adam. Hə, içəridə çox adam var. Yeni klinikadan ATV xəbərə bildirildi ki, klinikada həkim qəbulu saat 9-da başlayır. Növbə sıxlığının tənzimlənməsi məqsədi ilə qeydiyyat prosesinə saat 8-də start verilir. Yayılan kadrlardakı vətəndaşlar da erkən saatlarda klinikanın qarşısında qeydiyyatın başlanmasını gözləyənlərdir. Bu halın yaşanmaması üçün vətəndaşlar yeni klinikanın onlayn növbə sistemindən yararlana bilər. Maraqlıdır ki, elektron qeydiyyat onlayn növbə sistemi tətbiq olunsa da, klinikaların qarşısında canlı növbə problemi hələ də qalır. Bəs yorucu növbələri tənzimləmək üçün hansı addımlar atılmalıdır? Həkimlər, tibb bacılarının kifayət qədər komplektasiyası olmalıdır ki, bütün xidmətləri regionlarda da göstərmək mümkün olsun. Biz ilkin səhiyyə xidmətini gücləndirməliyik. İlkin səhiyyə xidməti daha da uğurlu tətbiq olunmağa başladıqdan sonra bəzi stasionar müraciətləri üçün əslində əsassız olan, bax bu dediyimiz növbələri də artıran müraciətlərin də sayı ilkin səhiyyə xidmətinin hesabına aradan qaldırılacaq. Yeri gəlmişkən, kiçik araşdırma zamanı məlum oldu ki, növbə problemi əksər ölkələrdə aktualdır. Aidiyyatı qurumlar bunu müxtəlif üsullarla tənzimləməyə çalışır. Bəs nəticə varmı? Almaniyada xəstəxana və klinikalarda canlı növbələr artıq demək olar ki, yoxdur. Kütləvi surətdə onlayn növbə götürmək xidmətinə keçilir. Belə kütləvi surətdə keçildiyinə görə də burada da problemlər var. Hətta daxili orqanların müayinəsi üçün onlayn növbə götürmək istədikdə 1 ay, ay yarım, 2 ay, bir neçə ay sonraya növbə götürmək olur. Bunun özü də hələ hamısı deyil. Həmin şəxs, həmin təyin olunan vaxtda xəstəxanaya gəldikdə yenə də 1 saat, hətta 2 saat gözləməli olur. Hazırda bu son illərin ən böyük problemlərindən biridir və bunu da çözülməsi yolları axtarılır. İstənilən halda olan vətəndaşı olur. Görünən odur ki, problem kökündən həll edilmədikcə növbələr də bitməyəcək. Turanət Ağızadə, Elvin Muradov, Şahin Abbasov, ATV Xəbər.